Allahın bir oğlu var. O da İsa Məsihdir. Biz indi başlasaq danışmağa ki, necə Allahın oğlu olur? Bəli, çünki Allah fiziki şəxsiyyət deyil. O ruhani şəxsiyyətdir. Və mən qısa bunu sizə çatdırmaq istəyərdim. Çox sadə. Oğul bədəndir, ata ruhdur. Bu da bütün suallara cavab. Allah Taala'nın üzə görünən tərəfi, yəni bədən tərəfinə oğul deyilir. Gözə görünməyən tərəfinə ata deyilir. Necə mənim bədənimi görürsüz? Buna oğul adı vermək olar. Əsl elvin daxilimdə olan mənim ruhuma ata adı vermək olar. Çünki mənim daxilim bu bədəni idarə edir. O mənim daxili varlığım, mənim ruhum, mənim bədənimi idarə edir. Mənim bədənim mənim ruhumu deyil. Çünki hər şey daxildən başlayır. Və bu bədənlə və daxilimdəki olan elvini birləşdirən nəsə var. O da mənim canımdır. Və yaxud o da Ulu Tanrının müqəddəs ruhudur. Ata ilə, gözə görünməyən ata ilə, gözə görünən bədən hissəni, oğlu birləşdirən varlığa müqəddəs ruh deyilir. Hansı ki, həmən ruh bizi bugün İsa ilə birləşdirir, duada, ibadətdə. Çox sadə. Zəkəriyya Peyğəmbər